Salam uşaqlar, ümidvaram hər biriniz yaxşısınız. Bugün sizə 9-cu sinif buraxılış imtahanına sınaq 11-in izahına baxacağıq. EMAŞİM 99 sınaq toplusundan gəlin keçək sualların izahına. Buranı təmizləyək. Deməli, bizdə birinci sual deyir, ifadəsinin qiymətini tapın. İlk öncə biz birincidə ortaq məxrəc eləsək, təbii ki, çox böyük rəqəm alınır. Ona görə məxrəcə fikir versək, görərik ki, 15-i 3 vur 5 kimi yaza bilərik. Sonra üstə gəlsin 35-i 5 vur 7 kimi yaza bilərik. Üstə gəlsin 63-ü 7 vur 9 kimi. Yəqin ki, bildinizdə hansı tip sualda artıq. Buradan 9 vur 11 kimi yaza bilərik. Burada gördüyünüz kimi məxrəcdə hər birinin fərqi eynidir. Onda biz bunları necə hesablayırdıq? Bərabərdə yazıram. Bir məxrəcdən birinci vuruğu, bir də sonuncu vuruğu götürüb bir-birinə vururuq. 3 vurursun 11 surətində cəmini yazırdıq. 4 dənə 7-nin cəmdə eləcək 28. Bu da eləcək 33-də 28. Yəni doğru cavab 1-də olacaq. Y variantı 11-ci sınaqda. İkinci suala baxaq. Deyir, onun tərəfləri paralel olan bucaqların birinin 60%, digərinin 48%-də bərabər olursa bu bucaqların fərqini tapın. Biz dedik ki, uyğun tərəflər paralel və perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcədir. İndi bunlar bir-birinə bərabər olsa, birinin 60%, digərinin 48%-də bərabər olmaz. Deməli, onda bunlar birini x götürsəm, birini y götürsəm, onda bunlar nədir? Qonşu bucaqlardır. Yəni cəmləri 180 dərəcədir. İndi tutaq ki, x-in 60%, yəni vur 60 böl 100-də bərabər y-in 48%-dən vur 48 böl 100 bölünsün 100-ə. Buradan da ixtisar aparsaq, qalacaq 10-da 6, bu da 2 ixtisar geçsə 3-də 5. Olacaq 5-də 3x bərabərdir. Buradan da ixtisar aparsaq neçəyə bölünər? 4-ə bölsək burada 25 qalır. Bunu 4-ə bölsək 12. Burada olacaq 25-də 12 y-ə. Buradan da çarpaz vursaq əgər nə baş verər? Gəl hər tərəfi 25-ə vuraq. Bu tərəfdə 25-ə vuraq. Bu tərəfdə 25-ə vuraq. Buradan 25-də gedəcək, qalacaq 12 y bərabərdir. Buradan da 25-lə 5 ixtisar gedir. 5-də 3-ə vuranda 15 x-a. Deməli, y x-in əmsalı olur. Yəni, y bərabər yazıram 15k-ya. X da y-in əmsalını götürür. Yəni, x da bərabər nəyə? 12k-ya. İndi bizdən nəyə soruşur? Deyək, bu bucaqların fərqini tapın. Deməli, uşaqlar, bunlar cəmi bizə nə verməlidir? 12k üstə gəlsin 15k bərabərdir 180 dərəcəyə. Buradan olacaq 27k bərabər 180 dərəcə. K da bərabərdir 180-i 27-yə bölsün. Necə düşər? Tam bölünməyəcək. Biz haradasa səhvlik elədik yoxsa? Bilirəm, haradasa böləndə səhv bölmədik. Deyir, paralel bucaqların birinin 60%, digərinin 48%-dən bərabər götürdükdə bucaqların fərqini tapın. Yaxşı, baxaq görək, bəlkə elə gedişatda düz çıxacaq cavabda. Baxaq, 180 ilə bunu da 27-yə bölək, bunu da. Burada olacaq 20, daha doğrusu 9-a bölək. Burada qalacaq 20, burada qalacaq 3. 20-ni böləcəm 3-ə. Deməli, k-mız neçə oldu? K bərabər yazıram. K bərabər yazıram. 3-də 20. İndi bizdən soruşur, fərqini soruşur. Deməli, fərqində, burada cavab çıxılsın. X çıxılsın, y yazsa, daha doğrusu y çıxılsın, y çıxılsın, x. Bu olacaq 15k, çıxılsın 12k, bu da qalacaq 3k-ya. Deməli, fərqi oldu 3k. Onda k-nın da qiymətini yazaram 3-də 20, 3-lər gedir, qalar elə 20 dərəcə. Yəni, 2-də doğru cavab olar A variantı. Bəli, burada yekunda cavab çıxırmış. Deməli, 3-cü sual, deyir çevrədə, bura yazıram 3, deyir çevrədə AB toxunan, AD kəsən olarsa CD-ni tapın. Deməli, biz bilirik ki, AB-nin kvadratı toxunanla kəsənin düsturu var da, metrik münasibət. AB kvadrat bərabərdir, AC vurulsun AD-yə. Onda qiymətləri yerinə yazsaq, CD-yə də bir x deyək uşaqlar, onda bura bir yazıram x. Ondan AB-nin kvadratı, yəni 6 kök altda 5-in kvadratı bərabərdir AC 7 vurulsun 7 üstəgələ x. Çünki AD-nin uzunluğu artıq ümumi 7 üstəgələ x-da. Buradan da kvadratı yüksəldə 36 vur 5 olur. 36-ın 5-ə vuranda 180 edir da. Bəli. Burada yazıram 180 bərabərdir 7 vurulsun 7 üstəgəlsin x-a. Buradan da x-i tapsaq hər tərəf 7-yə bölərik. Olacaq x üstəgəlsin 7 bərabərdir 180 böl 7. 180-də 7-yə bölündə təqribən neçə düşür? 175 bölünür da, onda düşəcək 25,7-də 5. Hər tərəfdən də 7 çıxanda olacaq x-də bərabər, 25-dən 7 çıxanda qalacaq 18,7-də 5. Bizdən də elə x-i soruşurdu, c-ni.
Elə onu da tapdıq. X-dən işarələmişdik. 18,7-də 5. Yəni doğru cavab olacaq. 3-cü sualda D variantı. Keçək 4-cü suala. 4 dənə istəyir bizdən. Deyək, çevrə daxilində çəkilmiş 40 dərəcəlik bucaq və çevrənin 12 sm-lik diametri verilib. Deməli, mən buradan bir dənə çevrə çəkirəm. Bir dənə də daxili bucaq deyir. Daxili çəkilmiş bucaq deyir. Buranın dərəcə ölçüsü 40 dərəcədir. Və çevrənin diametri neçədir? 12. Çevrənin diametri 12-dirsə, onda radiusu neçə olacaq? 6 olacaq da, düzdür. Bir dənə də mərkəz bucaq çəkirəm, eyni qövsə sökürəm. Bura 40-cı, onda sökəndə qövsün yarısı. Bura 80-dir. Onda mərkəz bucaqda nə olacaq? 80. L qövsün uzunluğu necə idi? Pi r bölünsün 180 vurulsun alfa. Buradakı alfa mərkəzi bucaqdır uşaqlar. Onu yaddan çıxartın. Durub 40 yazmanın yerinə. Onda olacaq, bu da bərabər qiymətləri yerinə yazsaq. Pi vurulsun r. R'imiz də 6 idi. Bölünsün 180. Vurulsun mərkəzi bucağımız da 80 dərəcə. Buradan sıfırların bir ixtisar gedər. 6 ilə 18 ixtisar gedəcək. Burada 1 qalacaq. Burada 3 qalır. Burada bir dənə 8 qalmışdır. Olacaq 8 pi bölünsün 3. Belə qiymət var. Bəli. 4-də də doğru cavab olacaq. B variantı. Sonra 5-ci sual. D tərəflərin 10, 12, 14, 13 tutan kiçik hündürlüyünü tapın. Deməli, uşaqlar, burada həmin şəkil çəkirəm. Deməli, burada fərqli yollarla getmək olar əslində. Biz bilməliyik ilk öncə nə? İlk öncə bilməliyik ki, kiçik tərəfə çəkilən hündürlük hansıdır? Yadınıza salın, üçbucaqda böyük tərəfə çəkilən hündürlük ən kiçik olur. Deməli, biz onda 14 tərəfə çəkilən hündürlüyün uzunluğunu tapmalıyıq. Bizdən kiçik hündürlük soruşaq. Bizə bilir ki, böyük hündürlük kiçik tərəfə çəkilən hündürlükdür. Kiçik hündürlük böyük tərəfə çəkilən hündürlük. Bura onda 10 yazıram, burada 12 yazıram. Deməli, ilk öncə siz belə də yaza bilərsiniz. Bura x deyərsiniz, bura olacaq 14 minus x. Burada bir dənə h-da. Burada nə alınır? 2 dənə düz bucaqlı bucaq alınır da, düzdür. Birincisi, siz buradan hipotenuzdan buranın kvadratını çıxıb, bura h-ın kvadratını bərabər eləyərsiniz. Sonra burada da hipotenuzdan x-in kvadratını çıxıb, h-ın kvadratını bərabər eləyərsiniz. Bir bu düsturdan tapa bilərsiniz, bir də ümumi Herondan sahəni taparsınız, sonra h vurulsun 14 bölünsün 2 düsturundan da yenə cavabı tapa bilərsiniz. Yəni, hər iki üsul doğrudur. Biz gəlin 3 bucaq, düz bucaq, 3 bucaq metodundan gedək. Onda olacaq 12-nin kvadratı 144 çıxılsın, 14 çıxılsın x-in kvadratı bərabər də olacaq nəyə? Digər katetin kvadratı, yəni h kvadratı. Digər tərəfdən olacaq 10-un kvadratı 100 çıxılsın, x-in kvadratı bərabər yenə h-in kvadratı. Hər ikisi üçün ortaqda h. Burada belə sistem təhlil kimi baxsaq, sol tərəf, sağ tərəflər bərabərdir. Onda sol tərəfləri də bərabər götürsək, olacaq nə? 144 çıxılsın. Buradan da açılışı yazaq elə birbaşa. Olacaq 14-ün kvadratı 196 çıxılsın, birinci olaraq ikinci, ikimiz. Bir də qarşısında mənfi var deyə üstə gəlir olacaq 28x. Bir də çıxılsın x kvadratı qarşıda mənfi, üstə gəlir x kvadratı qarşıda mənfi olduğu üçün çıxılsın x kvadratı. Bunu bərabər eləyəcək nəyə? Buradan sıxışmadı. Bunu biraz buradan yazaq. Bərabər eləyəcək nəyə? Digər təmliyin sol tərəfinə 100 çıxılsın x kvadrat bərabərdir 100 çıxılsın x kvadrat. Hər tərəfdən çıx x kvadratlar islah olacaq. Digər tərəfə keçirəndə burada olacaq 28x 144-dən də 196 çıxanda neçə qalır? Deməli 2 52. Düzdürmü? Bəli, 52 qalır. 52-ni də sağ tərəfə keçirsək olacaq çıx 52 100. Daha doğrusu mənfi 52 qalır, üzr istəyirəm. Çünki 144-dən 96 çıxır. Onda sağa keçirəndə toplanılacaq. Olacaq 152. Deməli 28x bərabərdir 100 ilə toplananda 152 birbaşa yazıram. X də bərabər olacaq buradan. Neçəyə? Burada tamla düşməyək, burada kəsrlə alınır. Heronla gedər deyə uşaqlar. Burada kəsrlə alınacaq. Yenə cavab çıxacaq, düzdür. Kəsrlə neçə eləyəcək burada? 28-də 152. 2-yə böləndə 76. Onu da 2-yə bölsək. 76-da 2-yə böləndə 36 eləyir. 38. 38. Burada da 2 dəfə 2-yə böldükdə 4-ə böldük. 7-də 38. Deməli, siz onda buranın 7-də 38 tapdınızsa, 7-də 38. Onda onun kvadratını çıxmalısınız. 7-də 38-in kvadratı. Biraz böyük ədəd eləyəcək burada. Yəni, ədəd baxımdan biraz böyük olacaq. Yəni, yenə kəsrlə alınır. Buna deməli, bu qiyməti, x-in bu qiymətini gətirib, bax, burada, bu tənlikdə yerinə yazıb tapmaq olar. Gəlin, Herondan gedək. Əslində, burada gəlmişik. Buranı silək. Axıra qədər gedək də cavabı tapaq. Amma Herondan məncə daha sadə olacaqdı. Çünki sayəni tapandan sonra birbaşa onu dördə biləcəkdik. Yaxşı, baxaq da.
Deməli onda 100-ün kvadratı, 10-un kvadratından 100-dən çıxacam nəyi? 7-də 38-in kvadratı, yəni 49-da 38-in də kvadratı eləcək 1444 bərabər h-ın kvadratına. Buradan da deməli 100-dən də çıxacaq 49-da 144-ü. Yəni bunu düzgün olmayan kəsrə çevirək. Əslində məxrəcləri də eyniləşdirə bilərik. Burada olacaq nə? 49-da 4900 çıxılsın 49-da, yəni böləndə 100 alınır da 1444 bərabər h-ın kvadratına. Buradan da çıxanda qalacaq nə? 49-da deməli 1444-dən yox, daha doğrusu 4900-dən çıxacaq 1444 qalacaq nə? 3456 bərabər h kvadratına. Buradan da kök alanda məxrəc 7 olacaq, h bərabər olacaq 7-də. 3456-dan da təbii ki, tam kök çıxmayacaq. Burada misalı niyə belə veriblər? Biraz daha sadə də verə bilərdilər də, tam qiymət çıxsın. Bunu biraz yaxşı etməyiblər. Yəni, burada çox zaman bu sizi qorxutmasın, uşaqlar. Yəni, belə qiymətlər olmur. Yəni, olsa da bu qədər uzanmır, yəni bu qədər böyük qiymətlər alınmır. Burada da olacaq kökün altında, hər tərəfdən kök alsaq 576 vur 6 eləyir. Bu da bərabərdir 24 çıxır, 576-dan 6 qalır da 7-də 24 kök altda 6. Yəni doğru cavab olur D variantı. Keçək 6-cı suala. Deməli 6-cı sualda kök altda 5 ədədin kəsr hissəsini tapın. Bu tipli suallar tez-tez düşür. Deməli bunun kəsr hissəsini tapsaq, biz bilirik ki, ədədin özü bərabərdir. Ədədin tam hissəsi çıxılsın ədədin kəsr hissəsi. Belə bir düsturumuz var. İndi bizdən kəsr hissəni soruşur. Yəni, bax, bunu tapmalıyıq. Onda olacaq A bərabər ədədin özündən tam hissəni çıxmalıyıq. Məsəl üçün, 5,6-nın kəsr hissəsi neçədir? 0,6-dır da. Onda onu necə taparıq? 5,6-dan, yəni ədədin özündən tam hissəni çıxarıq. 5-i çıxarıq ki, kəsr hissəsi qalsın. İndi kök altda 5-in kəsr hissəsi, yəni kök altda 5 bərabər olacaq. Ədədin özündən, yəni kök altda 5-dən çıxacaq nəyə? Tam hissəni. Kök altda 5-dən də təqribən necə çıxır? 2 tam, onda 2 olsun da. Yəni tam hissə neçə olacaq? 2. Deməli, çıxmalıyam 2-ni. Doğru cavab olacaq A variantı. Yəni ədədin özündən tam hissəni çıxıram və o olur kəsr hissə. 7-ci sualda. Deməli, biz bilirik ki, belə ziqzaqlı olanda neyinirik? Sol tərəfə baxan bucaqları 1 toplayırıq, sağ tərəfə baxanları da 1 toplayırıq. Onda olacaq alfa üstəgəlsin beta üstəgəlsin 60 bərabərdir 40 üstəgəlsin 30 üstəgəlsin 30. Bu da sağ tərəfə baxanlar. Buradan da alfa plus beta bərabər olacaq. 60-ı sağa keçirsəm, burada cəm neçə eləyir? 100 eləyir. 100 çıxılsın 60, yenidən qalır nə? 40. Yəni doğru cavab olacaq B variantı 7-ci sualda. Keçək 8-ci suala. Deyir, ad çoxluğu, deməli ad çoxluğu elementlərdən ibarətdir. Ad çoxluğunun cüt elementlərdən ibarət neçə ad çoxluğu var? Deməli, cüt elementlərdən ibarət neçə ad çoxluğu var? Onda burada cütlərə baxmalıyam. 2, 4, sonra 6, 8 və 10. Deməli, 1, 2, 3, 4, 5 dənə oldu da. Ad çoxluğunun sayı 2 üstün idi. Onda olacaq 2 üstü 5 bərabər 32. İndi bizə deyir ki, cüt elementlərdən ibarət olmalıdır. Təbii ki, burada belə deyək də, boş çoxluq istənilən çoxluğun ad çoxluğu. Yəni, bu 32-nin içinə boş çoxluq aid. Və boş çoxluq cüt ədəd deyil axı. Ona görə həmin o 32 dənə ad çoxluqdan bir dənə 1 o boş çoxluğu çıxıram, qalır 31. Yəni, doğru cavab olur 8-də B variantı. 9-cu sual deyir, çevrədə beyincə qövsü A bucağından 2 dəfə böyük olarsa, deməli, buradan bir dənə dairə çəkirik. Belə çəkə bilmədik. Bu olsun bizdə toxla. Bir dənə belə çəkək. Bizdən belə bir A verilib. Alfa. Bura olsun alfa, bura olsun N, burada olsun A, B, C. İndi deyək, beyincə qövsü. A bucağından 2 dəfə böyük olarsa, yəni bura x-sa, bura 2x-da dərəcəsi. Onda bura 2x-da alfamızda nə olacaq? Daxili bucaqlı, yəni onun yarısı x olur. Onda biz nə edəcəyik? Bax, bir dənə mərkəz çəkək buradan. Biz bilirik ki, mərkəzdən toxunanları düz xətt çəkəndə 90 dərəcə olur, düzdür? Onda bu bucaqla bu bucağın cəmi 180 olmalıdır. Yəni x üstəgəlsin. Onda buradakı bucaqda tapaq 2x olacaq da söykəndi qövsə bərabərdir. Mərkəzi bucaq. Bura yəni söykəndi qövsə 2x-də, həmin mərkəzi bucaqda 2x. Deməli 2x-dən x-in cəmi bizə verməlidən 180 dərəcə. Çünki burada 4 bucaqlı alıraq.
cəmi 180, 360 olmalı. Burada 90, 360, 180 çıxanda onda bu iki bucağa da 180 qalır. Buradan onda 3x 180 ise x ilə bərabər olur nəyə? 60 dərəcəyə. Bizdən də alfa bucağını soruşur. Alfa bucağı da elə x idi. Oldu neçə? 60 dərəcə. Yəni doğru cavab oldu 9-da Y variantı. Keçək 10-cu suala. Bizdən 10-cu sualda nə istəyir? A kubu minus B kubu. Elə açışın yazsa A kubu minus B kubu bərabər olacaq A minus B. İkinci tərəfdə isə gəlin köməkçi düsturdan istifadə edelim. Minusu verilibsə A minus B. Onda yazaq bura A minus B-nin kvadratı. Burada normalda nə almalıdır? A kvadratı üstə gəlsin AB, üstə gəlsin B kvadratı alınmalıdır. Onda biz bura bir dənə 3 plus 3AB yazmalıyız ki, bu yuxarıdakı ifadəyə bərabər olsun. Onda bu da bərabər qiymətləri yazsa, A minus B-nin yerinə 3 yazıram. Sonra vurulsun 3-ün kvadratı, çıxılsın 3 vur AB, yəni 3 vur 28. Bu da bərabər olacaq nəyə? Burada mənfi ilə olacaq. Bax, görək harada səhvlik elədik. Bir dəqiqə. Deməli, bəli. Burada müsbət. Görürsünüz, bir dənə işarə səhvi artıq nələrə gətirib çıxarır. 28, bunu da yaxşı yazaq. Deməli, burada olacaq 3 vurulsun 3-ün kvadratı. 9 üstə gəlsin. 3 dəfə 28-ni də eləyəcək neçə? 84. Bəli, 84. 84 ilə 9 toplayanda eləyəcək 93. Doğrudur mu? Bəli. Bu da bərabər. 93-də vuraq 3-ə. Bu da eləyəcək neçə? 279. Yəni doğru cavab olacaq C variantı 10-cu sualda. Keçək 11-ci suala. Üst uzaq bərabərsizliyini əsasən aşağıdakılardan hansı üst tutan tərəflər ola bilmir? Biz bilirik ki, bir tərəf digər iki tərəf cəminin kiçik olmalıdır, fərqindən böyük olmalıdır. Bax A variantına. A variantında tutaq ki, 3 tərəfi burada 3 tərəfi 7 ilə 9-un cəmindən kiçikdir. Bəli, fərqi də 2 eləyir, 2-dən də böyükdür. Bəli, cəmdə 16 eləyir. Şərtimizi ödəyir. Təbii ki, hər bir tərəf üçün yoxlamalıyıq. 9 da 3-dən 7-nin cəmindən kiçikdir. Elə şifahi yoxlayaq, bir də yazmayaq. Fərqindən böyükdür. 7 də 3-dən 9-un cəmindən kiçikdir. Bəli, fərqindən böyükdür. B variantı 8, 8, 5. 8 digər iki tərəfin cəmindən kiçikdir, fərqindən böyükdür. Bu 8 də yenə eyni ilə. 5 də digər iki tərəfin cəmindən böyükdür, cəmindən kiçik, fərqindən böyük. Düzdür, ödədik. C variantı tutaq ki, deyir 2 ilə 4-dən 1-in cəmindən kiçikdir, fərqindən düz gəlmədi. Deməli 2 bir dənə yoxlayaq. 4-dən 1-in cəmi 5 kiçikdir, fərqi eləyir 3. Burada ödəməyiz. C variantı səhvdir. Və yaxud da fikir versəz, görəsiniz ki, 4 tərəfi 2 ilə 1-in cəmindən kiçik deyil, 3 eləyir də 2 ilə 1-in cəmi. Bəli, bu şərt ödəmir. Doğru cavab olacaq 11-də C variantı. 12-ci sual. Deməli, bizə deyir ki, 60 qram 40% duz məhlul üstə 1 ilə 80 qram 30% duz məhlulun 8-də 3-ü eyni qaba tökülərək qarışdırılır. Yeni qarışımda duzun faiz miqdarını tapın. Deməli, 60-ın 3-də 1 neçə eləyəcək? 20 qram 40%-lidir bu. 80-də 8-də 3-ü, bu da eləyəcək 30 qram, bu da 30%-lidir. Yəni biz elə bu iki məhsulu qarışdırırıq da, məhlulu qarışdırırıq. Onda biz düsturla da bilirdik, yəni M1 P1 üstə gəlsin M2 P2 bərabərdir M1 plus M2 vurulsun P1. Və yaxud da ayrı-ayrıqda tapırdıq, 20-nin 40%-ni tapırdıq. 20 vurulsun 40 bölünsün 2-yə bərabər edir, 2 nə edir? 100. Burada 0'a gedir, 2'də 4, 8 qram duz qalır, duz. Burada da 30'un 30%, 30 vur 30 bölünsün 100. Burada 0'a gedir, 3'də 3, 9 qram nə olur? Duz olur. İndi biz bilirik ki, bizim bir düsturumuz var. Duz bölünsün məhlul, vurulsun 100'ə. Bizdə qarışdıranda 8 bundan, 9 bundan. Cəmi neçə qram duz olur? 17 qram duz olur. Ümumi məhlul nə qədər olur? Qarışdıranda 20, 30, eləyəcək 50. Vuracaq bunda nəyə? 100'ə. Buradan ixtisar gələcək, qalacaq ki, 17 ilə 2 vuranda 34%. Yəni doğru cavab olacaq D variantı 12-ci sualdır. Keçək 13-cü suala. Deyir şəkil əsasında alfanı tapın. Alfanı tapanda biz dedik ki, dairənin içərisində, daha doğrusu çevrənin içərisində x şəklində olanda nə edirdik? Bucağı tapanda toplayıb 2-yə bölürdük. Yəni alfa bərabər olacaq 100 üstə gəlsin 70 bölünsün 2-yə. 170-də 2-yə böləndə neçə düşür? 85. Yəni doğru cavab olacaq 13-də D variantı. Sonra 14-ə baxaq. Qarşılıqlı tərs ədədləri tapın deyir 14-cü sualda. Deməli, qarşılıqlı tərs ədədlər
Məsəl üçün 5 isə 5-də 1 olur, 7 isə 7-də 1 olur. Və yaxud da məsəl üçün 8-də 1 isə 1-də 8, yəni 8 olur belə. Və yaxud da 7-də 3 isə 3-də 7 olur, fərq eləməz. Deməli burada tərs ədədlər birdən burada B-dir də, bəli. C əksdir, D variantı ümumiyyətlə səhvdir. Burada qoşması bəli, B variantı 14-də, 7 7-də 1 tərs. 15 deyir, ifadənin ən kiçik qiymətini tapın. Burada ən kiçik qiymətini tapmaq üçün 15-dən x plus 4-ün kvadratı üstə gəlsin, y minus 6-nın kvadratı minus 13. Deməli, ən kiçik qiymətini istəyirəmsə, onda mən burada ən kiçik qiymət alaram da. Çünki ən böyük olsa, burada kvadratda maksimum bunun bir son yoxdur da. Mən dəfələrlə böyük ədəd ala bilərəm bir-birindən. Deməli, ən kiçik olmağını istəyirəmsə, buradakı bu iki cəm ən kiçik olmalıdır. Ondan da 13 çıxanda kiçik qiymət qalsın. Onda deməli, mən də burada kvadrat deyəm. Digər sınaqlarımızda da vardı bu tipli suallar. Ən kiçik 0-a bərabər götürürəm də. Məsələn, x-in yerinə -4 yazarım. Bu da 0-a gedər. Burada y-in yerinə 6 yazarım. 0 olar. Olacaq 0 üstə gəlsin, 0 çıxılsın 13. Bu da bərabər eləyəcək. 0-dan 13 çıxanda sərgəli yazaq. Sonra səhv edirik. -13 qalır. Yəni doğru cavab olur. B variantı 15-də. Keçək 16-cı suala. Deyir, katetlər 24 və 7 olan düzbucaqlı uzağın daxilə seçmiş çevirən radiusunu tapın. Deməli, düzbucaqlı üçbucaqdır. Bunun daxilə şəkil çəkir. Deməli, bunun daxilə nə çəkib? Çevirən. Çevirə çəkək. Deməli, bunun daxilə çevirə çəkilibsə, eri necə tapırdıq kiçik yeri? Kiçik yer bərabərdir katetlər cəmi, yəni A plus B çıxılsın hipotenuz bölünsün 2. Onda burada olacaq r bərabərdir. Katetlərimiz 24 ilə 7-dir. 24 7 olarsa, burada 576 49-dan 625 eləyib, bundan da 25 çıxır da, bəli. Onda olacaq 24, üstə gəlsin 7, çıxılsın 25, bölünsün 2. Bu da bərabər olacaq. 31-dən 25 çıxanda 6, 6 bölü 2, 3 düşür. Yəni doğru cavab 16-da olacaq 3. Deməli, sonra keçək 17-ci sualımıza. Bu arada düzbucaqlı üçbucağın daxilinə xərcini çəkmiş, çevirən radiuslarını bilin. Xərcini çəkilmiş hipotenuzun yarısı idi. 17-ci sual. Deyir, ədədin tərtibini tapın. Biz elə eləməliyik ki, ədədin özü, tutaq ki, r bərabərdir. A vurulsun 10 üstündə n. Burada n tərtibidir, A qiymətli hissəyidir və A-nı buradan yazıram. Birdən böyük bərabər olmalıydı, kiçik olmalıydı ondan. İndi burada 7344, onda vergülü 7 ilə 3-ün arasında ataram. 7 tam 1000-də 344 olar. Yəni bu artıq 1 ilə 10 arasındadır. Vurulsun 10 üstündə 8 idi. İndi necə olacaq? Biz sol tərəfə sürüşdürüləndə yadınızda saxlayın, qüvvəti artmalıdır. Neçə vahid, nə qədər sürüşdürülmüşəmsə o qədər. 1, 2, 3. 3 vahid artacaq. 8 olacaq. 3 vahid artıranda 11. Bizdən nəyi soruşur? Tərtibi. Tərtibi olduğu isə 11. Buraya yazıram 11. 18-ci sual deyir. Düzbucaqlı üçbucağın iti bucaqlarında biri 34 olarsa, deməli, düzbucaqlı üçbucağın iti bucaqlarında biri 34 olarsa, buraya yazıram 34. Deyir, hipotenuza çəkilmiş median ilə tənbölən arasındakı bucağı tapın. Deməli, median bu olsun, bir də olsun tənbölən. Bunlar arasında qalan, bax, bu x bucağını tapmalıyıq. Bura 34 isə, onda digər iti bucağı neçə olacaq? 90 çıx 34, yəni qalır 56. Biz də bilirik ki, median tənbölən və hündürlük və tənbölən. Ümumiyyətlə, tənbölən sözü varsa çıxıb 2-yə bölürük də. Onda medianla tənbölən arasında qalan bucaq olacaq x bucağı bərabər. Həmin o iti bucaqları çıxırdıq böyüyündən kiçiyini, yəni 56 çıxılsın 34. Bölürdük neçə? 2. 56-dan 34 çıxanda neçə qalır? 12, 18, bəli, 18. Olacaq 18 bölü 2 bərabərdir 9 dərəcə. Bax, görək, burada düz çıxdıq. Burada daha doğrusu 22 qalır. Buradan da 2-yə bölündə düşəcək 11 dərəcə. Deməli, burada da 18-də cavab oldu. 11. 19-cu sual. Deyir ki, aralığında tam ədədlərin sayı, natural ədədlərin sayında neçə vahid çoxdur. Deməli, burada hər ikisi də aiddir da. -13-dən gəlirəm -1-ə qədər, sonra 0, bir də 1-dən gedirəm, neçəyə qədər? 72-yə qədər. Deməli, mən özüm bunu belə bu şəkildə yazdım. Deməli, -1-dən 13-ə qədər, elə 13-dən ədədim olacaq. 0-ın özü, bir dənə 0 götürürəm. Bir də 1-dən 72-yə qədər, elə 72-dən də rəqəm bu olacaq. Bunların da cəmini tapsaq, cəmi olur neçə dənə ədəd? 14 olur, 73-ün də 2-nin də üstünə 14 gəndə 86. Düz topladıq mı? Səhv eləməyik. Bəli, 86 eləyir. Deməli, cəmi 86 dənə tam ədədi var. İndi deyir ki,
Natural ədədlərin sayında nə qədər çoxdur? Sırf natural olanlar 72 dənədir də dedik. Buradan bura qədər 1-dən 70-ə 70. Bundan da onda 72 çıxaram, qalar 14. 19-da cavab olacaq 14. Keçək 20-ci suala. Deməli, deyir ki, ifadəsinin sərbəst həddini tapın. Sərbəst hədd deyəndə uşaqlar, sərbəst həddə biz baxırıq. Yəni, burada 2 ilə 7-yə baxacaq. Amma necə baxırıq? Burada kubudur, burada kvadrat və ortasında da vurma var. Deməli, onda mən ayrıca 2-nin kubunu tapıram. Vurmalıyam bir də nəyə? 7-nin kvadratı. Bu da 2-nin kubu 8 eləyir, 7-nin də kvadratı 49. Bunu da bir-birinə vuranda eləyəcək 392. Bəli. İlkin cavabımız olacaq 392. Deməli, 21-ci sual, buraya yazıram 21. Bizə nə dedi? M çox ədədinin dərəcəsi 9. Deməli, M-in dərəcəsi tutaq ki, x üstü 9-dur. 9 plus məsələn 2 olsun. Çox ədəd kimi olsun. Deyir, N-in də çox ədədinin dərəcəsi 12-dir. Tutaq ki, bu da olsun y üstü 12 plus məsəl üçün 7x olsun. Fərqli görsək, 7 olsun. Deyir, M plus N-in dərəcəsini tapın. Onda bunları toplayanda bizdə heç nə baş verməyəcək də. Olacaq y üstü 12, üstə gəlsin x üstü 9, üstə gəlsin 2 plus 7-yə bərabər məsəl üçün 9 yazanda birbaşa. Sərbəst ədəd olsun bizə lazımdır. Bunun dərəcəsi biz ayrı-ayrı tapırdıq dərəcələrini, sonra böyük olanı götürürdük də. Bu 12 oldu, bu da 9 oldu. Ən böyük hansıdır? 12 ilə yekunda yenə mənim cavablarını götürəcəm. 12. 22-ci sual. Deyir, 7 3 hissəsi 21 olan ədəd. Hissəsinə görə ədəd tapanda, yəni birinci hissə veriləndə bölürdük həmin ədəd. Bölürük, 7-də 3-ə vuracaq tərsinə. 21 vurulsun 3-də 7-yə. 21 3-ə bölündü. 7, 7, 7, 49. Deməli, deyir, həmin ədədin 14-də 3 hissəsini tapın. Deməli, 49-un tapacaq 14-də 3 hissəsini. Ədədin hissəsini tapanda ədədin hissəsini göstərəndə də vururuq. Yəni 14-də 3-ə. Bu da bərabər 7 ilə ixtisar edir. Burada 2 qalar, burada 7. 3 dəfə 7 eləyəcək 21 bölünsün 2. 21-də 2 bölündə 10,5. Cavabımız olacaq 10,5. Keçək 23-cü suala. Deyir, şəkildə verilənlərə əsasən A-nı tapın. Deməli, biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni, hipotenuzumuz 2A plus 8-dir. Bunun yarısı, yəni bölməliyim 2-yə bərabər verməli bizə nə? 12. Buradan çarpaz vuranda olacaq 2A plus 8 bərabər 24-də, 2A bərabərdir 16, A da bərabər 8-ə və yaxud da birbaşa 2-yə bölüb də tapa bilərsiniz. Deməli, A-nın qiyməti oldu neçə? 8. Son 2 sualımız qaldı 24. Deyir, çox ədədsiz vurğulara ayırın. Onda burada neyniyərik? Burada neyniyərik? 3-ü qarşıya çıxarsaq nə qalacaq? A kubu çıx B kubu. Bir də üstə gəlsin A kvadratı. Buna da bir baxaq. Bəli. A plus AB plus B kvadratı. Bu da bərabərdir. 3 vurulsun. Bunun açılışını yazsam. Olacaq A minus B. Bir də olacaq A kvadratı plus AB plus B'nin kvadratı. Sonra bunu biraz sola sürüşdürək. Sıxışsın. Bir də nə qaldı bizdə? Üstə gəlinsin. A kvadratı plus AB plus B'nin kvadratı. Buradan da A kvadratı plus AB plus B kvadratının mötərizə xaricinə çıxarsam, burada qalacaq 3 vurulsun A minus B plus bunda yerində 1 qalacaq da 1. Bu şəkildə də saxlaya bilərsiniz, çünki vuruq şəklində oldu artıq və yaxud da belə də yaza bilərsiniz. Yekunda olar A kvadratı plus AB plus B kvadratı. Yəni, burada vurub açıb sadələşdirərsə də elə də ola bilsin, olsun cavabda. 3A çıxılsın 3B, bir də üstə gəlsin 1 şəklində də ola bilər. Yəni, doğru cavab ya bu və yaxud da bu olacaqdır. 25-ci sual, bir də bura köçürtmədim. Deyir, o mərkəzli çevrədə, bir dənə çevrə çəkək, o mərkəzli çevrədə mərkəzdən eyni məsafədə yerləşən vətərlər biri burada olsun, həmin vətərin biri də burada olsun. Bərabər məsafədə yerləşən vətərlər, biz bilirik ki, həmin vətərlər bərabər məsafədə yerləşirsə, deməli, həmin vətərlər də bir-birinə bərabərdir və söykəndiyi qövslər də bir-birinə bərabər. Bərabər vətərlər, bərabər qövslər gəlir. Deyir, yerləşən vətər birinin uzunluğu deyir 3 plus 3A, yəni bunun uzunluğu olacaq 3A plus 11. Deyir, digərin uzunluğu da 2A plus 15. Biz dedik, bərabər məsafədədirsə, onda həmin vətərlər də bir-birinə nədir? Bərabər. Onda yəni 3A plus 11 bərabər olmalıdır 2A plus 15-ə. Buradan da 2A-nı keçirsək, 3A-dan 2A çıxanda qalacaq A, 11 də sağa keçirsək, 15-dən 11 çıxanda qalacaq 4. Deməli, A oldu neçə? 4. Bizdən də A-nı soruşur. Bu da oldu sınaq 11-in izahı. Ümid edirəm sizlər üçün
daha da əla olar. Burada suallar həqiqətən yaxşıdır. Düz bəzən cavablarda burada 5-ci sual idi, biraz çox vaxt sərf elədik. Bəzi suallarda biraz tamdan düşür deyə, yəni problem yoxdur. Yəni tamdan olsa belə, vaxtınız alsa belə yenə də işləmək lazımdır. Yəni çox zaman narahat olmayın. Yəni testdə, imtahanda bu qədər belə sürükləyici cavab olmur da. Orada daha asan rəqəmlər verirlər. Amma təbii ki, imtahan əsnasında da kəsrlə də ola bilər, köçlə də ola bilər. Adi kəsrlə də, onluq kəsrlə də cavab ola bilər. Yəni burada heç bir qeyri-adi bir şey yoxdur. Belə, sağ olun, özünüzə yaxşı baxın, fikir bildirməyi unutmayın. Like atıb abunə olsanız sevinərik.